Kızlar bugün səhər deməli qızın son zənginə gecikirdik. Əslində 9-cu sinifdir. Amma ki bugün ona 9-cu sinif olmağına baxmayaraq bugün ona fəxri fərman verdilər və görürsünüz səhər necə buranı belə dağıtmışıq, qaçmışıq çünki vaxtımız olmayıb. Mən də bugün mənim 11'lərim çağırmışdı. Axırıncı mənim 11'lərim idi. Son zəngə çağırmışlar məni çünki bundan bu sinifimdən sonra mən elə bil ki daha məktəbdə işləməmişəm. Çıxmışam məktəbdən. Çünki məktəbdən çıxmışam. Çünki ikinci təhsil almışdım loqoped kimi və hal-hazırda loqoped daha mənə yaxındır, daha mənə xoşdur. Ona görə loqoped kimi işləyirəm. İndi sizlə birlikdə qabları yuyacağım. Burada qablar çoxdur qızlar, amma yuyarıq indi birlikdə. Və buna baxmayaraq ki, mən məktəbdən çıxmışam və məni çağırdılar, mənə çox xoş oldu. Gəlin əvvəl bu qabları yığışdıraq. Dünəndən yuduğum qablardır, bunları yığışdıraq. İndicə gəlmişəm və gələn kimi tez bunları eləyirəm. Balacam hələ ki həyətdədir, atasıyla gəzir. Və o olmayan müddətdə istəyirəm biraz çox iş görüm. O qədər bizdə qab yığılır. İstəyirsən yu, istəyirsən yuma. 5 dəqiqədən görəcək ki, yenə buralar belə yığılıb üst-üstə. Mən isə istədim bunları əllə yuyum. Sonra nəsə mənə çox bir böyük belə tənbəllik gəldi və fikirləşdim ki, bunları belə yaxalayım və qab yuyan maşına yükləyim. Əslində qab yuyan maşını almışamsa da çox az istifadə edirəm ondan. Çox vaxtı unuduram, əllə yuyuram. Mənə daha belə əllə yumaq daha rahat gəlir, nəinki ora qoymaq. Yəqin bu vərdişdən asıldı. Amma bugün nəsə əllə yumaq istəmədim. Və həmişəki kimi mənim balaca köməkçim yanımdadır. Bunsuz bir günüm olmasın. Mütləq gəlib mənə kömək etməlidir. Mütləq və mütləq. İnanmazsınız, 3 uşağım var, amma 3'ü də tam başqadır. Və heç bir uşaq balacalıqda bu qədər hər şeyə kömək etmək həvəsində deyildi. Bircə bu ən çox hər şeydə nəyə götürsəm, mən, atası mütləq kömək etməlidir. Evdə kim kimə nə aparır, gətirir, mütləq bu etməlidir. Aparmasa birdən çaşıb verməsək, qırğın qiyamət çıxardır. İndi isə qazın üstünü çaynikə yuyandan sonra bir stəkan çay içmək istəyirik və çay dəmləyirik ki, çay içək. Və indi isə bu qabdakı mənim çömçələrimi qarışdıran hər bir aləti yumaq istəyirəm. Çünki burada qalanda istər-istəməz toz olur. Hər gün istifadə etsəm də belə, amma elə olur ki, nəyisə hər gün istifadə etmirsən, hər dəfə nəyisə başqa bir şey. Amma yenə də üstünə toz qonur. Bilmirəm, silikon olduğuna görədirmi, yoxsa ümumiyyətlə belədir. Ona görə bunları da istədim yuyum. Və keçirəm rakovinaya. Rakovinada heç olmasa bir həftədən belə yumalıyam. Çünki burada çay ləkələri olur. Rakovina tez saralır, qaralır. Ona görə burada da görə bilərsiniz ki, nə qədər ləkə var. Ona görə də buranı Domestosla yuyuram. Domestosla yuyanda belə şotka ilə siləndə gözəl təmizlənir. Bu isə bizim çiçəklərimiz. Bugün bizə hədiyyə olunan güllərimiz. Bunları da istəyirik açıb hamısını qızımla birlikdə hamısını açırıq və özümüz 3 güldana özümüz istədiyimiz kimi kombinə edib qoymaq. Və çoxdan da bu qaşıqlar olan yeri istəyirəm təmizləyim. Bura çox çirklənib. Baxmayaraq ki, bura təmiz qaşıqlar qoyuruq, amma görürsünüz yenə də burada çay, nəsə belə şeylər olur, toz olur. Və indi istəyirəm bunları hamısını götürüm, yığışdırım, silim. Gördüyünüz kimi burada biraz saxlayıram Nurafenlə şprisləri, uşaqlara dərman verəndə rahatdır. Adətən balacaya bu şprislə verirəm. Və gördüyünüz kimi
Çox çirkindir buram. İndi istəyirəm buranı da təmizləyim. Və yudum, sildim, təmiz yerinə qoydum. İndi isə hamısını yerbəyer tezdən yerlərinə yığıram. Mən bunları yığışdıranacağım. Qızım da buzxanada olan sırnikləri çıxardıb sobaya qoyub bişirdi. Mən isə qızlar tez bazar. Çünki yığışdırmağa işlərim hələ çox var. Ona görə istədim ki tez mərci supu bişirim. Çoxdan da bişirməmişəm. Və suplardan hamısından ən çox mənim uşaqlarımın xoşladığı bu mərcidir. Ona görə onu bişirirəm ki, günorta heç kim ac qalmasın, hamısı yesin, doysun. Məncə uşaqlar yeyəndə işlərin ən böyük işini eləmiş oluruq. Çünki uşaqlar ac olanda, əsasən də balaca uşaq varsa, o ac olanda bütün günü ağlayır, nə versən də, nə eləsən də elə bil ki, xoşuna gəlmir. Çünki acdır, ac olanda böyük insan belə özünə yer tapa bilmir. Amma dünəndən də soyuducuda, dünəndən də yemək qalıb. Dünən qreçka bişirmişdim. Toyuq filesi ilə, kotlet yox, tiftelka, yumru, küftəyə oxşayan bir şeylər, onlarla yemək pişirmişdim. Dünən ondan da biraz qalıb, amma mənim uşaqlarım biraz kaprizlidir. Əgər bugün elə deyim, sabah da yesələr, çox vaxtı ürəklərini vurur, yemirlər. Ona görə istədim onlara biraz əlavə bir şey bişirim. Bunu qızlar qoymuşam ki, qaynar olsun. O dəfə bir videomda demişdim ki, bu qazanları çox xoşlayıram, çünki bu çuğundur. Amma ki, görürsünüz bunun gününü, bunu da yemək bişirəndə biraz qaynar olanda, ya sobaya qoyanda, sobaya da qoymuşam, rəngi belə olur. Rəngi belə olur, saralır və bu heç nəylə çıxmır. Amma mənə videonun altında bir xanım yazdı ki, bəs belə qaynar edib, Faberlikin bir vasitəsi var. Onunla eləsəm şey olacaq, təmizlənəcək. Məndə o vasitə var, amma mən onunla heç vaxt eləməmişəm. İndi ona görə qoymuşam ki, qoy qaynar olsun və baxım görüm, effekti olacaqmı, olmayacaqmı. Mən isə burada mərci bişirirəm. Mən mərcini, deməli, mərciyə nə atıram? Soğan, yer kökünü belə böyük doğrayıram. Çünki biraz qaynayandan sonra mən bunu blenderdən əzəcəm, sup püre kimi eləyəcəm. Ona görə yer kökünü böyük doğrayıram. Və bunlar biraz qızarandan sonra bura tomat əlavə edirəm. Və mən adi suda yox, bulyonda bişirirəm. Bulyonda olanda daha çox dadlı olur. Belə bulyonda bişirirəm. İndi bunun suyunu süzəcəm. Təmiz olsun və ora əlavə edəcəm. Baxın qızlar, qaynardı bu. İndi bunu üstünə budur. Sobana qaz peşlərin üstü üçün indi baxacağım. Burada üstündə yazılıb ki, tavaları da istifadə oluna bilər. İndi baxacağım.
Biraz elə bil üstü təmizləndi. Üstü sadəcə olaraq bunun nəyi pisdir? Qaynar olub eləməyi pisdir. Adamın əli yanır. Çox çətin etmək olur bunu. Bacardığım qədər yudum qızlar, indi istəyirəm üstünü yaxalayım. Çıxartmağını yaxşı çıxardır, sadəcə olaraq çox çətin bir şeydir bu. Çünki adamın qaynar olduğundan qazan adamın əli yanır. Çox çətin alınır, amma baxın üstü çox gözəl oldu. Ağardı, sapsarıydı. İndi öz əvvəlki rəngini aldı. Amma yenə də buralarını eləmədim. Çünki əllərim yandı. İçini eləmədim. Çünki içində istəmirəm kopsun. Yenə də baxın, yeməyi bişirəndə, eləyəndə onun qalıqları qalmasın. Biraz içinə düşdü, görürsünüz, ağardı içinə düşəndə. Amma içini etməyəcəm. Bir dəfə burada su qaynadıb atacağım ki, içinə də düşənləri çıxsın. Sonra yemək bişirəndə getməsin. Nə gözəl ağardı. Sağ olsun o xanım mənə bunu yazan. İnşallah yenə bunun balacası da var məndə. Onu da bir dəfə eləyəcəm vaxtım olanda. Və gərək görən kimi ki, bura harası saralıb pis olub tez onu yuyum ki, bu qədər olmasın. Bu da bunun kışqası, qapağı. Bu da ağarıb. Görürsünüz, sapsarıydı, ağardı. Bircə qıraqdakılar. Çünki qaynar olduğundan adam əl vura bilmir ki, yaxşı-yaxşı basa-basa bunları silim. Belə. Bir dənə gülüm var idi. Otaqdaydı o gül. Çox böyümüşdü və qabı balacaydı. Ona görə o gülü bugün istədim ki, bu böyük qaba əkim. Bu böyük qabımda əslində böyük bir gözəl ağac gülü var idi. O isə nədənsə heç bilmədim nədən soldu. Ona görə bu qab boş qaldı. İndi onu bura əkəcəm. Və ən əsas və ən çətin mənim bugünkü işim bu toyuqdan toyuq hissələrini almışam və toyuğun sinəsini almışam, ciyər, ürək, bu hissələri almışam və bunlardan istəyirəm yarım hazır yeməklər bişirim və soyuducuya qoyum ki, istədiyi vaxtı biz çıxardıb onları yeyə bilək, tez bişirə bilək. Çünki çox vaxtı mən işdə olanda uşaqlara da çətin olur. Belə olanda isə mən onlara deyirəm ki, tez çıxardım filan paketdə filan toyuğun hissələri ya da başqa nəsə yemək və onları deyirəm ki, çıxart və başa salaram ki, necə qızartsınlar, necə bişirsinlər və çox rahat olur. Toyuğun bu ayaq hissələrini və qanadlarını yuyuram. Sonra bura duz əlavə edirəm və mənim sevimli bir sousum var. Acılı sousdur, satılır hər bir mağazində. Onu əlavə edirəm. Marinad eləyib belə şəkildə qoyuram soyuducuya. Və orada qalır buzluqda nə qədər lazımdır. İstədiyim vaxtı çıxardıram, sobaya qoyuram və sobada həm əriyir, həm də bişir. Dediyim o acılı sous budur. Bu sousu birinci dəfə alandan sonra həmişə belə istifadə edirəm bunu. Ancaq bu yeməyə başqa bir yeməkdə probda eləməmişəm. Düzünü heç bu çox acılıdır deyənə heç inanmıram. Bizdə çox acılı yemirlər evdə ona görə. Amma bu toyuğa belə əlavə edəndə çox dadlı olur. Belə olanda həm tez bazar olur, həm də dadlı olur. Əvvəllər mən çox ədviyyat qatırdım və marinad başqa üsulda elirdim. Elə də çox dadlı olur, amma hər vaxtı belə vaxt olmur ki, onu edəsən. Arxayın olanda, arxayınçılıq olanda eləmək olur. Amma belə tez bazar həm dadlı, həm də tez olsun deyənə bu üsul ən yaxşısıdır.
2 paketə bunu ayıracağım və qoyacağım soyuducuya. İndi isə döşətini götürdüm, onu yudum əvvəlcə yaxşı. İndi isə onu istədiyim tər doğrayıram. Bunu birinci uzunlamasına edirəm və belə paketlərə qoyub, bir paketə belə qoyub qoyacağım soyuducuya, istəyəndə çıxardıb qızartmaq üçün. Bu doğradığım tikələri bir qaba qoyub duz, istiot əlavə edirəm. İstədiyim ədviyyatları da əlavə edib zip paketə yığıb qoyuram soyuducuya. Bu zip paketləri mən Temu'dan sifariş etmişdim. Çox xoşuma gəldi. Yəqin ki, yenə sifariş edəcəm. Çox rahatdır. İndi isə yenə də döşətini götürəcəm və daha xırda-xırda doğrayıb, bunları da duzlayıb, istiot vurub, istədiyim ədviyyatları da əlavə edib qoyacağım soyuducuya. Əvvəlcədən hazır yeməklər soyuducuda olanda, həm çox acıyanda fikirləşmirsən ki, nə bişirim və acından əlinin altına nə oldu onu yemirsən və təbii ki, belə yeyəndə kalorilər çox olur və insanda kökəlir. Amma hazır yemək soyuducuda olanda istədiyiniz vaxt tez götürüb, bişirib qoya bilərsiniz və bir tərəfdən də nəyə yaxşıdır, çox fikirləşmirsiniz ki, nə bişirim. Məsəl üçün, mən bunları eləyəndə bu xırda-xırda doğranmışım. Mən çox vaxtı ya qreçka ilə, ya makaron, ya da düyü, bulgur, belə bir yanında belə bir şeylə bişirirəm. Sadəcə olaraq uşaqlardan soruşuram ki, bugün siz nə istəyərdiniz? Düyü ya da ki, qreçka və onlar bir dənə o sualıma cavab verilir və tez bişirib yeyirik. Ona görə hazır olanda insan üçün həm fikirləşməyə rahatdır, nə bişirəcəm və işinin yarısı eləmiş olur. Və indi isə qalan döşətinə bu bud hissələrini də əlavə edib sümükdən belə ayırıram, əlavə edirəm və ət çəkən maşından hamısını bir yerdə çəkirəm. Qızım isə bu arada kəsmikdən sırniklər eləyir. Bura deməli yumurta, biraz un, biraz şəkər tozu əlavə edib belə gözəl xəmir kimi alınır, amma çox miqdarda un əlavə etmirik. Un çox az olur burada və demək olar ki, bütöv kəsmikdən olur. Sırniklər adlanır və ondan bişirir. Daha doğrusu bişirmir, ondan düzəldir və bu qırmızı gördüyünüz taxtaya qoyacaq, soyuducuya qoyacaq və sonra bir paketə yığırıq onlar buz bağlayanda onları və istədiyimiz zaman onu çıxardıb sobada bişiririk. Məndə isə hər şey hazırdır, gördüyünüz kimi farş hazırdır. Bura soğan, arada kök, arada kartuşka əlavə edirəm və yumurta əlavə edib bunlardan kotlet formasına bunları salıram və qoyuram. Mən də bunları bir taxtanın üzərinə qoyub soyuducuya qoyuram. Buz bağlayandan sonra gördüyünüz kimi belə və küftəciklər də eləmişəm. Bunları qoyuram ki, orada soyusun. Buz tutandan sonra onları da paketə yığıram. Bunlar isə bayaq düzəltdiyim, kəsdiyim və 2 paketdə isə farşdır. Bunları da əlavə qoyuram soyuducuya qalsın. Və ən əsası qızlar mənim Temu bağlamam. Temu bağlamam çox böyük idi bu dəfə. Baxın nə boydadır. Çünki çox şey sifariş etmişdim və çox böyük məbləğ alınmışdı. Amma hər şey çox lazım idi. Qızlar bu Temu
Və ən birinci istəyirəm bundan başlayım. Bu balansirdir qızlar. Uşaqlar üçün çox gözəl bir şeydir. Uşaqların deməli vestibülər aparatını gücləndirir. Əgər sizin uşaqlarınız avtobusda, maşında gedəndə ürəyi bulanırsa, kakellərdən qorxursa, bu əsl sizə lazım olan bir şeydir. Mən isə bunu mənim balacama almışam ki, o burada otursun. Otursun, daha doğrusu ayaq üstə dayanırlar. Burada ayaq üstə dayansın və bunu oynasın. Bu şarikləri gördüyünüz bu ortaya yığmaq lazımdır. Bu isə bunu da mənim balacama almışam. Bu 4 dənə futbolkadır. Keçən dəfə də mən Temu'dan sifariş etmişdim bunun üçün və çox gözəl idi onlardan və bu dəfə istədim ki, yeni alım, başqa bir cür olsun. Çünki yaydır, balacadır, hər dəfə çirkləndirir, eləyir. Dəyişmək üçün çox yaxşıdır. Növbəti bu bağlama xalçadır. Klas oynamaq üçün hər dəfə həyətə çıxa bilmirik deyənə, əsasən də qışda, məsəl üçün indi yayda, amma qışda heç çıxmaq olmur. Ona görə bu xalçanı sifariş etdim. İndi yay olsa da belə çıxsaq da bayra, klas oynamırlar uşaqlar. Gəlin düz danışaq. Çünki onun üçün mel lazımdır, çəkmək lazımdır və bunu indi heç bir uşaq demək olar ki, etmir. Ona görə mənim uşağım yaxşı oppanmır, böyük motorikası biraz zəif olduğundan istədim ki, evdə olsun və evdə onu öyrədim, evdə oppansın. Ona görə də belə bir gözəl, bir balaca xalça sifariş etdim. Altı belədir, biraz islanmayan materiala oxşayır. Üstü isə belə bildiyimiz klas oyun. Növbəti bağlama isə sumkadır, əl sumkasıdır. Özüm üçün sifariş etmişdim, amma ki, keyfiyyətindən o qədər də razı qalmadım. Və bunun bu bağlaması o da yaxşı deyildi. Çox çətin açılıb bağlanır. Amma belə üstünə baxanda çox gözəl görünür. Növbəti bağlama isə yenə də Emil üçün belə ayaqqabılar sifariş etdim. Ayaqqabılar çox keyfiyyətli və çox rahat bir ayaqqabıdır yay üçün. Həm qabağı bağlıdır ki, uşaq ilişib yıxılmasın, həm də arxası bağlıdır ki, uşağın ayağı fiksasiya olsun. Çox gözəl ayaqqabılardır. Növbəti bağlamada Emin üçündür. Deməli belə bir kepka sifariş etmişdim və burada dəst olaraq bununla birlikdə sumkadı var. Çox gözəl, balaca sumkadır. Düzdür, çox balacadır, amma uşaqlar üçün yaxşıdır. Sevinərlər. Konfet, balaca bir maşın, nə bilim, balaca bir oyuncaqını qoymaq üçün çox yaxşıdır. Keyfiyyəti də pis deyil. Emilin çox xoşu gəlib, inanmazsız çıxartmadan evdə bunu taxır. Bu bağlamada olan da çantadır. Bunu da özümə sifariş etmişəm. Balaca bir çantadır. Yay olduğundan özümə balaca çantalar sifariş etdim. Böyük çantalarım var, amma balacalar yox idi. Bu çanta əvvəlki çantaya baxanda keyfiyyətcə daha yaxşıdır. Demək istəyərdim ki, sizə içi çox balacadır. Telefon, bir də kaşalok qoysanız, bəlkə də bir açar yerləşir, amma üstdən belə çox gözəldir. İçi çox balacadır, bunu da biləsiniz. Növbəti bağlama mənim böyük oğlumundur. Bu isə belə futbolkalar özünə seçmişdi. Həm ağ, həm də qara rəngdə. Bu dəfə bizim Temu sifarişlərimizdə ən çox sifarişlər Emil üçün gəlmişdi və bu da onun bir sifarişindəndir. Belə jaketdir, çox gözəldir, çox isti bir jaketdir. İndidən sifariş etdim ki, həm bu il yay isti deyil. Fikirləşdim ki, olsun bir belə jaket, həm də ki, payızda da hazır jaketi olacaq, daha qaça-qaçda sifariş etmək lazım olmayacaq. Və keçirik növbəti sifarişimizə. Növbəti sifariş mənim qızımın sifarişidir. O da özünə belə set sifariş edib. Burada 3 dənə futbolkadır, qara, ağ və çəhrayı. Hamısı çox gözəl idi. Materialı da çox gözəldir. Qeyd etmək istəyirəm ki, burada gördüyünüz bütün futbolkalar hamısı pambıqdır. Bu isə mənim üçün bir belə balacan bir kuxnya üçün sifarişimdir. Bu önlükdür. Mənim önlüyüm xarab olmuşdu. Daha doğrusu rəngi elə bil ki, çirklənmişdi. Yusam da çirki keçmirdi. Ləkə götürən bir önlüyüdü, amma bu çox gözəldir. Ümid edirəm ki, yaxşı, keyfiyyətli olar. Kulyonka materialındadır.
Növbəti sifariş isə belə bir deməli paltardır, yay paltarıdır, düymədədir. Axıracan düymədir, uzundur. Belə bir varatniki də var. Bu da mənim çox xoşuma gəldi. Parçası əzilməyən, qırış götürməyən bir parçadır və çox yüngüldür. Sərin saxlayan bir və üstündə də belə balaca qayışı da var. Növbəti bağlama belə bir tulumdur, göy rəngdədir. Rəngləri növbə-növüdür. Yaşıl, qara, göy, açıq rənglərdə də var idi. Amma mən göy seçdim və çox gözəl materialı var. Adamın belə toxunanda xoş gəlir və sərin saxlayan bir materialdır. Çox gözəldir. Növbəti sifariş turnik üçündür. Turnikdə uşaqlar üçün belə asılmağa, belə əlləri salıb sonradan sizə çəkib göstərəcəm necə eləmək lazımdır. Növbəti bağlama isə deməli belə bir Kamil üçün sifariş etdiyimiz kepkadır qara rəngdə. Bu da adi bir qara rəngdə kepkadır. Keyfiyyəti pis deyildi, xoşumuza gəldi. Bu isə qızım özünə seçdiyi sport üsulunda olan sportivni şalvardır. Keyfiyyəti də yaxşı idi, görünüşü də yaxşı idi, həm də geyinəndə də gözəl görünürdü. Bu özümə sifariş etdiyim göy belə ayaqqabılardır. Çəkələklərə oxşayır, amma qabağı bağlıdır. Çox gözəldir, keyfiyyəti də yaxşıdır. Üstü parçadır, koja deyil, parçadır. Amma gözəl görünür. Rəngi də çox gözəldir. Bu qızım özünə seçdiyi basanoşkalardır, ağ rəngində. Bunlar da çox gözəl görünür. Ayaqda da çox incə görünür. Keyfiyyəti də çox gözəldir. Bu növbəti ayaqqabını da özümə sifariş eləmişəm. Keyfiyyəti çox xoşuma gəldi, yumuşaqdır, ayaqda çox rahatdır. Sadəcə olaraq biraz razmeri mənə balacadır, amma belə çox yaxşıdır. Və bu qədər şeyin içində bircə futbolkanı yoldaşıma zakaz etmişəm. Çox gözəl keyfiyyətdədir və üstündəki şəkil mənim çox xoşuma gəldi. Deyərsiniz ki, özünüzə nə qədər şey sifariş etdi, yoldaşıma isə bircə futbolka. Sadəcə olaraq mənim yoldaşım sifariş edilən xoşuna gəlmir sifariş etmək. O daha çox xoşlayır ki, gedib görsün, geyinsin və alsın. Və gördüyünüz o yapışqanlar idi, öz işimə görə almışdım uşaqlar üçün vəsait düzəltməyə və ən axırıncı göstərdiyim bu isə basketbol korzinasıdır. İndi onu quraşdırıb göstərəcəm. Bu da ki, gördüyünüz kimi bu əlləri salıb belə sallanmaq üçün olan turnikdəki Emil orada sallanır və basketbol səbəti. Bu da belə uşaqlar üçün qəşəng topu atmağa öyrəşdirən bir oyuncaq. Bu isə bizim son zəngimizdən bir parça. Bu il məktəbi bitirən bütün uşaqlara arzu edirəm ki, istədiyi kimi həyatları olsun, hər bir istədiyinə nail olsunlar. Ən əsası da sağlam, gözəl, xoşbəxt həyat olsun onlar üçün. Məni sonacan izlədiyiniz üçün təşəkkürümü bildirirəm. Abunə olmağı unutmayın. Videonun altında Instagram səhifəmi də qeyd edəcəm. Keçid alıb orada abunə ola bilərsiniz. Gələn görüşlərədək. Kızı 9 sınıf şagirdi 258 bal.